salamlar dostlar, mən Hüseyin. Bu gün sizlərlə birlikdə fərqli bir kontekstdə qarşınızdayım. Uşaqlar, bu gün driving oynayacağıq. Uşaqlar, belə videoların davamı üçün like atıb kanalımıza abunə olmağı unutmayın. O zaman getdik. Uşaqlar, harca bir həftədən uzun müddət idi ki, video paylaşmırdım və ağlıma bir fikir gəldi ki, yəni keçmiş oyunlarda, keçmiş vaxtı populyar olan oyunlardan oynayım. Məsəl üçün driving oynayacağıq bu günləri və başqa oyunları oynamağımı istəyirsinizsə, bunlar hamısını şərhlərdə bildirməyi unutmayın. Bir dənə bu yuxarıdakini keçsə olardı. Nəysə, o zaman mahnının səsini aldım, gördüyünüz kimi. Ayarlarımı görürsünüz, kim belə oynayır və yaxud da kim başqa cür oynayır. Hamısı şərhlərdə bildirə bilərəm. Mən hələ ki maşın almamışam. Düzdür, mən bu oyunu əvvəllərdən oynayıram, lakin sonradan bilirsiniz, bu oyunu silib yüklədikdə bütün hesabınızdakı maşınlar gedir. Buna görə mən də maşınsız qalmışam hal-hazırda və bu günləri 2400 coinim var. Mən istəyirəm ki, bu ağ maşını 5000 coin olan S-Class S-Dası alım. Yəni A klassında və S-Class yəni o deməkdir ki, yəni artıq səviyyəsi çox yüksək olan bir maşındır. A klasslar ən pis olanlardan. Yəni sürət baxımından, motor baxımından, tormuz baxımından. B klass A-dan biraz yüksək olan, C klass B-dən də biraz yüksək olan, S klass da ki, yəni ən yüksək olandır zaten. Yəni C klass yəni normaldır. Yəni C klass artıq yəni yaxşıdır. B klass normaldır, amma A klass isə pisdir deməkdir. Yəni sürət baxımından digər maşınlardan daha pisdirlər. O zaman uşaqlar, gəlin mən öz rekordlarımdan biri olan parking rekordunu qırmağa çalışım. Uşaqlar, əgər bu videoya harca bir 10 like gəlsə, bu oyunun ikinci versiyasını və yaxud da parking versiyasını oynayarıq. Yəni parking və driving 2 də var. Əgər onları da oynamağımı istəyirsinizsə, videoya 10 like atıb şərhlərdə də bunu bildirməyi unutmayın. Bunu çalışacağım ki, sizlərə əyləncəli bir kontekst yaratmağa çalışım. Hoppa, qaşaya gəldik. Uşaqlar, mən əvvəl uşaqlıqda bunu park etmək üçün zülüm çəkirdim. Amma indi bunu eləmək mənim üçün artıq uşaq oyuncağıdır. Bir dəqiqə. Çox təriflədim özümü və tağı çıxdı. Gerdən. Uşaqlar, niyə XC konteksti ilə qarşınıza deyirəm deyə suallar yarana bilər. Çünki bir XC konteksti gəlmədi və parkingimizi çox əla bir şəkildə yerinə yetirdik. Lakin last rekordumuz 6197-dir. Biz isə indiki rekordumuz 3545 oldu. Yəni heç də yaxşı deyil bu. 25 coin qazandıq sadəcə. Reklamlar gəlir. Başqa oyunları oynamağımı istəyirsinizsə, bunları şərhlərdə bildirməyi unutmayın. Uşaqlar, bu arada El Clasico oyununda yəni 2-1 uduzduq Barcelona'ya. Yəni məni bilənlər bilər, mən Real Azər keşiyəm. Uyallah, bir dəqiqə. Burada drift atmalıyıq. Çoxlu drift atıb görevimizi yerinə yetirməliyik. Bu oyunu mən əsl oynayanlardan, bu oyunu mən uşaqlıqdan siz nə qədər oynamışam, nə qədər bitirmişəm. Həmçinin driving 2-ni də bitirmişəm mən neçə dəfə. Bu oyunlar mənim üçün artıq asan gəlir. Burada özüm bilərək uduzdum, çünki sizə bir şey göstərəcəm. Sonra bunu eləyə bilirsiniz. Mən bunu əvvəl eləyə bilirdim, amma indi bilməm eləyə biləcəm, eləyə bilməyəcəmmi. Əvvəl mən protiv yolda dal-dala sürürdüm. Baxın, deyə göstərim. Biraz elə ver, dal-dala ver birinci. Mən əvvəl protiv yolda sürürdüm, zarafatsız ha. Görə indi sürə biləcəyimi. Yəni bunu bacarana halal olsun. Ayda getdim vurdum, amma Allah haqqı əvvəl mən çox gözəl sürürdüm dal-dala. O zaman Higway rekordumuzu qıraq. Bu arada bunları qırmaq üçün çox sürətli olmamız lazımdır. Bunu etdikdən sonra isə online VS atmağa çalışacağım. Uşaqlar, yəni burada hər mən tövsiyə edirəm ki, o S-Class maşını,
S səviyyəsində olan S-DOS maşınını alın. Yəni ağ maşını. Yəni birinci bir onu alın. Sonra coinlərinizi yığın, golda çevirin və goldla olan maşınlarda alın. Əgər oyunda daha yaxşı nailiyyətlər əldə etmək istəyirsinizsə deyəcəkdim ki, gördüyünüz kimi, yəni maşının manevrası çox pis olduğu üçün, yəni baxın, bir dəqiqə. Nə oldu lan? Hə. Abi bir dəqiqə, hanı maşın? Maşının manevrası çox pis olduğu üçün, yəni komfortu falan, hamısı çox pis olduğu üçün, yəni biraz bərbaddır. Gəlin o zaman onlayn maç ataq. Görək kim bizdən onlayn maç atacaq. Gözləyirik, görək. Əvvəl bu oyunda hamı oynuyordu. Yəni bildiyiniz abi bir dəqiqə. İndi bizim Misirli düşdü və o da bizə eyni maşındır. Hətta deyəsən bizi sürət baxmadan keçdi. Bəli, yanımızdadır. Ben keçdim, o isə deyəsən vurdu maşınını, yox, o da dalındadır. Gəlir, o da dalınca. Haydi şu anlar keçə bilərik biz bu Ərəb adam, Misir, Ərəb neydi la? Misirli dərşən ağlıma ilk öncə Məhəmməd Salah və Ömər Marmuş gəlir, girdim divara, ayda. Nə pis oldu, nə pis oldu. Bir dəqiqə, yenidən gəldi mənə mata. Bir dəqiqə, yəqin gəlişdirib maşını, bu tükü məndən sürətli sürür. Düz dalındayım onun. Keçməyə çalışacağım onu. Bir dəqiqə ters takla. Girdim ağıma. Ay keçdi. Bir dəqiqə o girdi. Zaten mən girməsəydim o girəcəkdi. Bax mən girməsəydim o girəcəkdi. Ramat yenə bu səfər Hikmway'da. Bu səfər onu keçəcəm. Çünki protiv yolla. Mən burada taktikim var. Protiv yol sürürəm mən. Protiv yolla sürəndə daha sürətli olursan və risk onun qarşısına çıxırsan. Abi çox kasır telefon. Telefon elə kasır ki, rulu idarə eləmək olmur. Gəlmədi. Oba! 90 coin əldə elədik uşaqlar. Allah, bağla görüm səsbi. Reklamlardan heç xoşum gəlmir, yəni mənim. Bol kart. Yəni bu X eləyək. Bəli. Bir dənə online maç axtarıram. Bir dənə tez 5000 coinim olsa dərhal. Yine bu səfər də ərəb gəldi. Bu mənə qarşı bura ağ maşını var. S-klassdır o maşını. Yox, dənəşə uda bilməyəcək də hani. Girdi bura. Coinimizi əldə elədik. Replay, yəni daha doğrusu revanş maçı. Murat bu oyuncu deyil ki. Bu niye normal sürmüş? Mən girdim. Bu səfər də mən girdim. Şov eləyim dərsən. Mən girdim və o gəlmədi. Gəlmədi bit. Nəysə uşaqlar biraz daha devam eləyək. Məncə speed oynayaq. Speeddə sürətimizi artıraq. Kimlər bu oyunu oynayır uşaqlar? Hamısı şəhərlərdə bildirsin. Yəni mən çox da böyük oyunları oynaya bilmirəm. Brawl Stars, PUBG kimi. Çünki telefonda yer yoxdur. Yəni yerdən bir qırağa, yəni telefonuma getmir PUBG və Brawl Stars. Yoxsa mən Brawl Stars'da 22 minlik bir hesabım var idi. PUBG'də də 50 səviyyəlik bir hesabım var idi. İnşallah ki yeni telefonumda. Yəni mən hal-hazırda Samsung R6 Plus'dan sizə video çəkməyə çalışıram. Kontakt düzəltməyə çalışıram. İnşallah ki siz də mənim bu əziyyətimin qarşılığını verərsiniz. Yəni verməsəniz də ki canınız sağ olsun, heç şey olmaz. Sizin izləməyiniz belə mənə bəsdir. Burada qəşəng bir dənə fırlatlar olur. Bu oyunu həqiqətən legendlər oynayar. Yəni oldlar oynayar. Mən niyə danışanda girirəm? Yəni yeni oyunçu, yəni yeni təzə nəsil yəni bu oyunu bilməz. Mən bu oyunu 4 GB-lıq bir dənə telefonum var idi o vaxt. Zite, bilənlər bilər bəlkə də Zite telefonu. O telefona kompüterdən yükləmişdim. Yəni sizcə kompüterdə biraz mən niyə danışanda girirəm? Gələnə girirəm. Saçdırdım, bir dənə saçdırdım. Hə. Kompüterdə şey olmurdu, yəni kompüterdə oynamaq olmurdu, driving falan. Bir dənə Zite telefonum var idi. Devam elədi. Sakitdir. Zite telefonum var idi. Ora yəni dostumun kompüteri ilə
CD kartı endirmişdi oyunu. Oradan da endirmişdim telefonuma. Oy 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 babat kastı bir dakika. Bilmirəm niyə belə kastı ama babat kastı sür də brat. İndi burada ters fırlanacaq. Fırlandıq belə. Ay ay girmə. Bunu bağla yine de neyse 40 metre 30 metre sonra sağa dönürük. Döndük sağa ve perfect. Dönüş elədik lakin öldük. Neyse uşaqlar məncə bu qədər videomuz bəsdir. Qısa bir video oldu lakin məncə əyləncəli və maraqlı bir video oldu. Uşaqlar belə videoların davamı üçün kanalıma abunə olub videoya da like atmağı unutmayın. Uşaqlar bunlar bir sonraki videomda Driving 2 və ya da bir başqa oyun oynamaq istəyirsinizsə, bunu oynamağımı istəyirsinizsə, bu videoya 10 like atıb şərhlərdə də həmin o oyunu bildirməyi unutmayın. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.